8 noyabr Zəfər günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, vətənə sədaqət və ekoloji maarifləndirmə məqsədi ilə ağac əkmə aksiyası təşkil olunub. Bölmənin əməkdaşları tərəfindən müxtəlif növ sitrus ağacları əkilib, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Bundan əlavə bölmədə Zəfərin elmi, sosial və ekoloji əhəmiyyəti mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda bölmənin rəisi Rusif Kərimov, aparıcı məsləhətçi müfəttiş Təhməd Cəfərov, böyük məsləhətçi müfəttiş İbrahim Həsənov, rəis müavini Mahmud Məmmədov, məsləhətçi müfəttiş Rauf Bağırov və qazi atası Sedam MMC-nin mühəndisi Cahid Sairov çıxış ediblər. Çıxışlarda 44 günlük vətən müharibəsində qazanılmış tarixi qələbənin siyasi və mənəvi əhəmiyyəti vurğulanıb. Torpaqlarımızın azad edilməsində Azərbaycan ordusunun və Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu qeyd olunub. Tədbirdə həmçinin su ehtiyatlarından səmərəli istifadə, ekoloji təhlükəsizlik və idarəetmə sahəsində mövcud çağırışlar geniş şəkildə müzakirə edilib. Zəfər bayramı münasibətilə idarəmizdə ağac əkmə aksiyası keçirildi. 100-ə yaxın sitrus ağacı, mandarin, fövxə ağacı əkildi və bu aksiyada idarəmizin işçiləri iştirak etdilər. Zəfər günü münasibətilə idarədə elmi-praktik konfrans keçirildi. Zəfər gününün mahiyyəti izah olundu, bu barədə çıxışlar olundu. Zəfər gününün bugünkü günə gəlib çıxmağında, bu günümüzün bugünkü günə gəlib çıxmağımızda geniş şəkildə izahlar verildi və bu münasibətlə başda Ali Baş Komandan, Cənab Prezidentimizə, şəhid ailələrinə, ordumuza, qazilərimizə minnətdarlığımızı bildirdi və bu münasibətlə xalqımızı səmimi qəlbdən təbrik edirik.